İlk öncə aparı hazırlayırıq. Qaba 100 ml ılıq su, üzərinə 1 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı quru maya, 2 xörək qaşığı un əlavə edib eyni kütlə olana qədər qarışdırırıq. Aparı hazır olduqdan sonra üzərinə dəsmal salıb otaq temperaturunda 15-20 dəqiqə müddətində gözlədik. Süd çörəyini hazırlamaq üçün 1 kiloqram undan istifadə edirəm. Unu mütləq öncədən əliyirik. Üzərinə 200 qramlıq stəkan ölçüsündə 1 stəkan şəkər tozu, 2 ədəd yumurta, yarım çay qaşığı duz, 1 çay qaşığı, yəni tam dolu olmayan silə sarı kök əlavə edirik. Öncədən əridib soyutduğum, yəni otaq temperaturuna gəlib çıxan 100 qram çörək yağı və hazırlamış olduğumuz aparanı əlavə edib öncə əlavə etdiyim ərzaqları bir qədər qarışdırıram. Ardından 300 ml ilıqdan bir qədər isti südü hissə-hissə əlavə edib xəmir yoğurmağa başlayıram. Xəmiri toparladıqdan sonra üzərinə paket və dəsmal salıb isti yerdə mayalanmasını gözləyirik. Xəmir mayalandıqdan sonra masanın üzərinə almazdan öncə mütləq havasını alırıq. Bu bütün mayalı xəmirlərdə keçərlidir. Əgər hazırlamış olduğumuz bişintidə maya qoxusunun gəlməsini istəmirsinizsə, mütləq ilk öncə havasını alın. Gündələr hazır olduqdan sonra üzərinə paket dəsmal salıb 15-20 dəqiqə daha otaq temperaturunda yer maya salmasını gözləyirik. Xəmir yetər qədər mayalandıqdan sonra yağlı kağız saldığım soba listinə birini yerləşdirirəm və yaymağa başlayıram. Çox incə yaymırıq, bir qədər. Yaydıqdan sonra digərini də eyni qaydada hazırlayırıq. Yenə də üzərinə paket və dəsmal salıb bu dəfə də otaq temperaturunda 15-20 dəqiqə müddətində gözlətdim. Artıq hazırdır. Üzərinə çəkmək üçün bir ədəd yumurtanı bütöv, birinin isə yalnız sarısı, bir xörək qaşığı südü çəngəllə yaxşı açdıqdan sonra sobaya verəcəyim süd çörəklərinin üzərinə çəkirəm. Süd çörəyinin olmazsa olmazı onun üzərinə vurulan naxışıdır. Çəngəllə istədiyiniz formada üzərinə naxış vura bilərsiniz. Sonda üzərinə istəyə görə küncüt, çörək otu əlavə edirik. Öncədən isidilmiş sobada 170-180 dərəcə temperaturda alt üst rejimdə süd çörəyini bişiririk. O qədər dadlı, yumşaq, pambıq kimi süd çörəyi alındı ki, hər birinizə tövsiyə edirəm. Sizlər də bu Ramazanda hazırlayın, ailənizlə, sevdiklərinizlə bircə nuş edin. İlk öncə aparı hazırlayırıq. Qaba 100 ml ılıq su, üzərinə 1 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı quru maya, 2 xörək qaşığı un əlavə edib eyni kütlə olana qədər qarışdırırıq. Aparı hazır olduqdan sonra üzərinə dəsmal salıb otaq temperaturunda 15-20 dəqiqə müddətində gözlədik. Süd çörəyini hazırlamaq üçün 1 kiloqram undan istifadə edirəm. Unu mütləq öncədən əliyirik. Üzərinə 200 qramlıq stəkan ölçüsündə 1 stəkan şəkər tozu, 2 ədəd yumurta, yarım çay qaşığı duz, 1 çay qaşığı, yəni tam dolu olmayan silə sarı kök əlavə edirik. Öncədən əridib soyutduğum, yəni otaq temperaturuna gəlib çıxan 100 qram çörək yağı və hazırlamış olduğumuz aparanı əlavə edib öncə əlavə etdiyim ərzaqları bir qədər qarışdırıram. Ardından 300 ml ilıqdan bir qədər isti südü hissə-hissə əlavə edib xəmir yoğurmağa başlayıram. Xəmiri toparladıqdan sonra üzərinə paket və dəsmal salıb isti yerdə mayalanmasını gözləyirik. Xəmir mayalandıqdan sonra masanın üzərinə almazdan öncə mütləq havasını alırıq. Bu bütün mayalı xəmirlərdə keçərlidir. Əgər hazırlamış olduğumuz bişintidə maya qoxusunun gəlməsini istəmirsinizsə, mütləq ilk öncə havasını alın. Gündələr hazır olduqdan sonra üzərinə paket dəsmal salıb 15-20 dəqiqə daha otaq temperaturunda yer maya salmasını gözləyirik. Xəmir yetər qədər mayalandıqdan sonra yağlı kağız saldığım soba listinə birini yerləşdirirəm və yaymağa başlayıram. Çox incə yaymırıq, bir qədər. Yaydıqdan sonra digərini də eyni qaydada hazırlayırıq. Yenə də üzərinə paket və dəsmal salıb bu dəfə də otaq temperaturunda 15-20 dəqiqə müddətində gözlətdim. Artıq hazırdır.